Baş və budaq cümlə sxeminin yazının hansı növünə aid olduğunu və ona uyğun gələn cümləni müəyyən edin. Şagirdlər, birinci baş, sonra budaq gəlib. İşarə ilə göstəribsə, bu yazının fikri yazı olan növünə aiddir, elə deyilmi? İndi birinci baş, sonra budaq cümlənin gəldiyi bizdən nə istəyir? Cümləni də tapmaq istəyir. Ona görə baxsaq D variantında, yaxşı tələbə ona deyirəm ki, imtahanlarda əla qiymətlər alsın. Yaxşı tələbə ona deyirəm ki əgər zaman budaq cümləsində deyilsə, ki hansı tərəfdə olur? Baş cümlənin tərkibi. Bəli, birinci baş, sonra budaq gəlib. Cavab D variantıdır. Məsələn, B niyə olmaz? B-də də fikri yazı var. Çünki B-də kim mənə qulaq asır, o yaxşı nəticə göstərir. Kim bağlayıcı sözdür və biz demişdik ki, bağlayıcı söz sual əvəzi ilə ifadə edilir və hər zaman budaq cümlənin tərkibində olur. Burada birinci budaq gəldiyindən B-ni seçmirik. C-də də fikri var. Burada isə ona söz verilsə, hər şeyi danışacaq. Yenə söz verilsə, sasə var. Sasə də budağın tərkibində olur. Yenə birinci budaq, sonra baş gəlir. Ona görə C də olmaz, cavab D-dir.